Xanımlarımızı ən çox narahat edən mövzulardan biri uşaqlıq boynu patologiyalarıdır və ən çox verdiyiniz suallardan biri uşaqlıq boynu xərçəngi ilk dönəmlərdə simptom verirmi? Çox təəssüf olsun ki, vermir. Erkən mərhələlərdə, birinci mərhələdə uşaqlıq boynu xərçəngi adətən simptom vermir. Gecikmiş mərhələlərdə isə kontakt qanama ilə daha çox özünü göstərir. Qarnın alt hissəsində, bel nahiyəsində, aşağı ətraflara yayılan ağrılarla özünü göstərir. Necə bilmək olar sualları verirsiniz? Hər zaman dediyimiz kimi, yalnız profilaktik müayinələrə getməklə. Onu da qeyd edim ki, dünya statistikasına və Azərbaycan statistikasına baxsaq, baxmayaraq ki, çox asanlıqla aşkar oluna bilən bir xərçəng növüdür, yenə də ən yüksək rəqəmlər yenə də uşaqlıq boynu xərçəngində özünü göstərir. Uşaqlıq boynu xərçənginin skrininq metodu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təyin olunmuş PAP test və HPV testləridir. Bu testləri cinsi əlaqəsi olan xanımlarımız vaxtı-vaxtında aparmaqla uşaqlıq boynu xərçəngindən belə deyək qurtula bilərlər. Amma çox təəssüf olsun ki, xanımlarımız qorxur, getmir, elətdirmir, hələ də məlumatsızdırlar. Bu videonu sizlər üçün çəkirəm. Uşaqlıq boynu xərçəngi erkən mərhələlərdə simptom vermir. Yalnız canımızı qurtarmaq yolu smer testlərini və HPV testlərini aparmaqdır.